Diz oynağının artrozu. Diz oynağının artrozu haqqında biz kifayət qədər mövzu paylaşmışıq. Bu barədə danışıqlarımızı paylaşmışıq. Bu barədə sizə nəticələri göstərmişik. Bu barədə sizə etdiyimiz müalicə haqqında kifayət qədər məlumat vermişik. Düz deyirsiniz. Çox insan sizə artrozun sağalmağına inanmadığını və yaxud da sağalmayacağını deyir. Bəli, əvvəllər belə idi. Biz artıq illərdir, 10 illərdir biz müalicələrimizi edirik və aldığımız nəticələrdən belə qənaətə gəlirik ki, biz bu artrozu sağaldırıq. Çünki bu cür xəstələrdən bizdə müalicə olunan xəstələrin 99% diz oynağının ağrıların azalması, oynağın bərpa olunması, bu kimi nəticələri biz əldə edirik və bunların da nəticələrini, rentgen MRT şəkillərini biz dəfələrlə göstəririk. Əgər sizdə də bu kimi problem varsa, gəlib Medipark Fizioterapiya Mərkəzində müalicədən keçib 6 aydan sonra rentgen və yaxud MRT müayinəsi çəkdirib öz gözlərinizlə görə bilərsiniz ki, siz artrozdan xilas olursunuz yoxsa yox.